Nihat, bura hamamdır. Burada çimirsiniz. Burada çimirlər, əziz dostlar, bura baxın. Burada mətbəxdir, yeməyi burada bişirirlər. Belə. Evi tutan milçək basa, bu arada deyir, ilan gəlir, qurbağa gəlir. Gördüyünüz kimi vəziyyət budur. Mən evin aynını istəyirəm. Neçə gündür yemək yemirsiniz? Ən son nə yemirsən? Yumurta. Ən son yumurta yemirsən? Bugün? Sən nə yemirsən? Mən də turta. Hə? Mən də turta yemişəm. Sən də yumurta yemirsən? Hə. Nə yemək istəyirsiniz indi? Biraz nə yemək istəyir indi? Fərq yoxdur. Hə? Fərq yoxdur. Salam aleykum. Deməli, Mehtabada gəlmişəm. Burada 3 uşaqlı bir ana var. Ataları yenə qoyub gedib. Adlarınız nədir? Nihat. İsmaildir. Balaca bacındır. Aylin. Keçin içəri. Xanım düşmək istəmir. Bu uşaqlar bəs nə yeyir, nə içir? Bunlara nə alıb gətirirsən? Hardan gətirirsən? Ataları qoyub gedibsə bu... Xəstə mamamla qalıram, 3 dənə uşaq. Yemək, ən çox ehtiyacımız yemək içməkdir. Ancaq produktdur. Bəli, ancaq produkt, bir də qaz. Burada kirayə qalsan? Təbii ki, pulsuz evdə bağdır da, qarajdır. Buranı düzəltmişik, burada qalır. Burada işləmirik. Xalacıyım, amma işləmir. Elə yeməyə günə nə pişirilir, odur. Nə bişirirsiniz, onu da yeyirsinizsə, elə. İçəridə olan anavızdır. Bəli, xəstədir, ifrisdir, yataq xəstəsidir. Gəlin bala, gəlin keçin. Qonşu kim nə verir, o eləyirik. Sonra bura bağa qulluqçu kimi götürüblər sizi. Bəli. Evə nəzarət edirsiniz. Patoloqa bir dənə baxın. Patoloqa bir dənə baxın. Göydən bir də yoxsan ilan düşür, siyan düşür. Nə danışırsın? Nənə, adınız nədir? Adım Zərgül başa deyir. Zərgül nənə. Bunları veriblər bizə, həm baxırıq, həm də yaşayırıq. Bura qarac idi. Sən nə xəstəsisən? Mən özüm dabil edirəm, bir də iflicəm olmam. Şəkərdir, belimdə impülüm var, 6 dənə belimdə impülüm var. 2 gəlininlə qalsan burada. Bir dənə gəlinim var oğlum, o qızımdır. Niyə ağlıyorsun, ağlaman da var. Bu sənin, ürəyin nəsə gedir, yaxşı. Bunu da verərsən nənəvə, masaj pulu da. Götür, nə qədər ürəyin istəyir, cipsi, ərzaq götür. Xanım, mən gedirəm, da özünüz həll edərsiniz.